Salam əksə, birdən Riyaziyyat YouTube kanalına xoş gəlmisiniz. Bu dərs videomuzda adi kəsrlər üzərində əməllər, yəni onların toplanması, çıxılması, vurulması və bölünməsinə baxacağıq. Əlbəttə bu 5-ci dərs videosundan götürülmüş bir hissədir. Əgər istəsəniz həmin videoya gedib həm adi kəsrlərin, həm də onluq kəsrlərin üzərində əməllərə baxa bilərsiniz. Videomuza keçək. Adi kəsrlərin toplanması və çıxılması. İndi iki cür hal var. Bir, məxrəclər bərabər olduqda, bir də fərqli olduqda. Birincisi, əgər kəsrin məxrəcləri bərabərdirsə, bu zaman məxrəc olduğu kimi qalır, surətlər toplanılır və ya çıxmazsa çıxılır. Bir nümunə üzərində göstərək. 7-də 3 ilə 7-də 1 topladıqda, əvvəla nəzarət yetirməliyik bunların məxrəcinə. Görürük ki, bunların hər ikisinin məxrəci də bir-birinə nədir? Bərabərdir. Çünki hər ikisi də 7-dir. Demək ki, nə etməliyik? Elə məxrəci olduğu kimi yazmalıyıq. Və surətlər də toplama işarəsi olduğu üçün toplamalıyıq. 3 üstə gəlinsin 1. Bu qədər sadə. Cavabımız nədir? 7-də 4. Və ya bir başqa məsəl göstərsək, bu olsun. 5-də 3 üstə gəlinsin 5-də 1. Bu da nə edəcək? Elə surət eyni ədədlər oldu. Məxrəcimiz 5-dir, çünki hər ikisinin məxrəci 5-dir və bir-birinə bərabərdir. Surətimizdə nədir? 3 üstə gəlinsin 1. Bərabərdir 5-də 4. Bu qədər sadə. Bəs məxrəclər fərqli olsa nə olacaq? Əgər kəsrin məxrəcləri fərqlidirsə, bu zaman iki dənə ardıcıllıqla gedəcəyik. Birincisi, bu məxrəclərin əkobunu tapılıb məxrəci yazacağıq. Sonradan əkobu məxrəclərə bölüb, surətlərinə vurub toplayırıq. Birinci mərhələmizə edək, bunların əkobunu tapaq və nəticəmizdəki məxrəcə yazaq. 8-in 12-nin əkobu, biz keçən dərslərimizdə əkobun tapılmasını öyrənmişdik, edəcək 24. Demək ki, məxrəcimiz olacaq 24. İndi ikinci halımız nədir? Bu əkobu hər bir kəsrin məxrəcinə bölüb surətinə vurmalıyıq. 24-ü birinci kəsrimiz nədir? 8-də 3 deyil, məxrəci də 8-dir. Demək böləcəyik 8-ə. Neçə edəcək? 3. Demək ki, bunun surətini neçəyə vuracağıq? Əlbəttə 3-ə. 24-ü ikincidə bölürük 12-yə. Çünki ikinci kəsrin məxrəci 12-dir. 12-yə böldükdə cavab 2 edir. Ona görə də ikinci kəsrin surətini 2-yə vuracağıq. Deməli, burada 3 vur 3 alındığı üçün götürürük bura. 3 vur 3 üstə gəlinsin. 2 vurulsun 1. Buradan da alınır 24-də. 3 vur 3 9 üstə gəlir 2. Cavabımız da edəcək 24-də 11. Adi kəsrlərin vurulması və bölünməsi. Adi kəsrləri bir-birinə vurduqda məxrəcə elə surətə vurub yazırıq. Ən sadə qaydasıdır kəsrlərin. Bir məsəl olaraq deyək. Bu kəsrləri vurduqda elə dediyimiz kimi surətə, yəni 3-ü 7-yə vurduq, neçə edir? 21. Məxrəcə vurulur. 5-i də 11-ə vurulur. O da neçə edir? 55. Demək cavabımız neçədir? 55-də 21. Bölmədə də elə onu da vurmaya gətirəcəyik. 2 adi kəsri bir-birə böldükdə birinci ədəd olduğu kimi qalır. İkinci kəsir çevrilib vurulur. Bir məsəl desək, olsun 10-da 7 bölünsün 9-da 14. Bərabərdir. Baxın. Əvvəlcə görürsünüz bölmə işarəsi idi. Sonra çevriləcək vurmaya. Nə dedik? Birinci kəsrimiz budur, ikinci də budur. Birincimiz olduğu kimi qalır. Yazırıq 10-da 7-ni. İkincini isə baxın vurmanı yazdıq. Tam tərsinə çeviririk. 9-da 14 idi, oldu 14-də 9. İndi ixtisarlarımız var, gəlin ixtisarlarımızı aparaq. 14 ilə 7, 7 ixtisar gedər. 7-ni 7-yə böldük 1, 14-ü 7-yə böldük 2. Neçə alındı cavabımız? 20-də 9. Və ya bunu bir ədəd və bir kəsr kimi də nümayiş etdirə bilərik. Məsələn, 3 bölünsün, elə 14-də 9. Bu bərabərdir 3. Bölmə nəyə çevrilir? Vurmaya. Bərabərdir. İkinci də tərsinə çevrilir. Olur 9-da 14. 9 ilə 3 ixtisar gedir. Burada 3 qalır. Cavabımız da 3 ilə 14 edir.